Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Sual belə idi ki, avtomobilin sürücüsü bu şəraitdə hansı trayektoriya üzrə hərəkət edə bilər? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, 1 və 3 trayektoriyası üzrə hərəkət edə bilər. Biz isə hər zamanki kimi şəkli detallı incələyək. Diqqət edin, yol ayrıcı görürük. Yol ayrıcı qarşısında 5-7-1 nişanı var. Məlumat verici nişandır. Göstərir ki, bir tərəfli yola çıxırsınız. Bir tərəfli yolun nə olduğunu savadlı sürücü gözəl bilir. Başqa sözlə desək, sürücü başa düşür ki, nəqliyyat axını soldan sağadır. Yəni bu nişan bizi sağa dönməyə məcbur etmir. Sadəcə deyir ki, sürücü, sola dönsən 150 manat 4 bal. At qoy qırağa. Yəni sola dönsən digər sürücülərin üstünə sürmüş olacaqsan. Ona görə sola dönmə. Geriyə dönürsən, geriyə dön. Düzünə getmək istəyirsən, düzünə get. Sağa dön. Sağa maddə 42-nin 7-ci hissəsinə riayət etməklə. Yəni mümkün qədər sağ kənara doğru hərəkət etmək lazımdır. Yəni dönəcəyin yolun birinci zolağına dönmək lazımdır. Mümkün qədər 3 trayektoriyası üzrə, yəni 2 trayektoriyası üzrə dönmək qaydalara ziddir. Deməli doğru cavab 1 və 3. Sağ olun, sizinlə Mərzə Məmmədov idi.